Bir dənə blogger var. Belladonna Mislovskaya deyəsən qızın adı. Rus üstündən mukbang çəkir. Mən onu tanıyanda o əri ilə boşanma ərəfəsindəydi. Yox. Dedim ki, mən tanıdım. Sonra boşandı. Bir de var ya burada. İndi o bir ay izləyirdim, sonra çıxartdım, indi yenə izləyirəm. Şimdi soğan var ya. Ne? Ne geçtin? Her soğan yiyor. Hastaların durumunu biliyorsunuz. Yine de tekrar Biz iyi yiyor, o soğan yiyor. Evet. başlayabiliriz arkadaşlar. İnci soğan yemir axı, dönən içində soğan. Valla üçün lavaşda almışam. Başlıyoruz. Bisturi. Ay hiç etsin bak. Ay, bir geçsin. Şimdilik ayırmıyorum. Çekecektim oğlum bence. Mən özüm üçün 2 dənə toyuq dönərim. Mən ət dönərsini sevirəm. Prosta ət dönər yoxdur, toyuq dönər almışam. Uşaqların hər üstünə bir dənə lavaş dönər ya. Bir toyuq salatı. Mən sevmirəm toyuq salatı. Neyse, bu Belladonna. İndi çox gözəldir. 5 milyondan çox izləyicisi var. Təsəvvür burada hələ. İki dənə oğlu var, evi var, hər şey var. Uşaqlar tək baxır. Amma o kız bir türlü özüyle barışa bilmir. Bak. Əvvəl onun düşüncəsinə görə çirkin idi. Halbuki mən görə çirkin değildi. O əvvəl də necəsə elədi. Mənim üçün heç fərqi yoxdur. İndi isə ancaq xarici görünüşünə yatırım eləyir. Niyə də, niyə?